İkinci hansıydı? Seyyid. Seyyid. Alemlerin Rəbbi, alemlerin seyyidi. Keçerlidir kardeşim. Allah seyyiddir. Peygamber sallallahu aleyhi ve sellemin yanına nümayəndələr gəlir. Nümayəndə. Deyirlər ki, əntə seyyidunə. Sən bizim seyyidimizsən. Bilirsiniz, Peygamber sallallahu aleyhi ve sellem ne deyir onlara? Deyir ki, Əs-seyyidu Allah. Təbaraka və teala. Seyyid Allah'tır. Ha, qutardı söhbət, qardaş. Deməli, Allah'ın adlarından biri Əs-seyyid. İndi bu Allah hakkında seyyid. Allah bütün yarattıklarının böyüğüdür. Yaradılanlar hamısı məxluq mütləq olaraq möhtacdır Allah'a. Seyyid olan Allah'a. Bütün hamısının ehtiyacı qalxır Allah'a. Bütün hamısının ehtiyacını aradan qaldıra bilən qüdrət sahibi olan Allah'tır. Seyyid olan Allah'tır subhanahu ve teala. Sen hansı işi Allah'a həvalə edə bilərsən ki, gücü çatmasın? Seyyid neydi? Seyyid? Hə. Ehtimad edirsən onunla. Gücünə ehtimad edirsən. Və hər şeyin məxluqat ümumilikdə mütləq olaraq möhtacdır Allah'a. Seyyid olan Allah'a subhanahu ve teala.